Uşaqlarda qida allergiyaları adətən körpə yaşlarında inək südü protein allergiyası, yumurta zülalına qarşı allergiya ilə başlayır. Sonra uşağın rasionu genişləndikcə get-gedə fıstıq, fındıq, çərəz allergiyaları, sitrusa qarşı allergiyalar da əlavə oluna bilir. Bəzi körpələrdə çoxlu qida allergiyası dediyimiz allergiya da vardır ki, eyni zamanda bir neçə qidaya qarşı uşaqda allergiya ola bilər. Xüsusən də südəmər körpələrdə bu nəcisdə seliklə, qanla özünü göstərir və aşırı köp sancı, qarın ağrısı narahatlıqları ilə və bayıra çox tez-tez getmə şikayətləri ilə özünü göstərir. 2 yaşa qədər ən çox görülən inək südü protein allergiyası adətən 2 yaşdan sonra azalmağa başlayır, amma yaş getdikcə uşaqlarda qida allergiyalarının növü və fərqi dəyişə bilər. Bura gluten həssasiyyəti də aiddir. Paketə girmiş qidalara, şirniyyatlara, şəkərli qidalara olan allergiyalar, sitrus meyvələrinə, qırmızı gilə meyvələrə qarşı allergiyalar, çərəzlərə qarşı allergiyalar, dəniz və dəniz məhsullarına qarşı allergiyalar da əlavə oluna bilər. Uşağın qida allergiyasını necə bilə bilərik? Hər yeni qidanı uşağa başladıqda 3 gün test edərək başlamalıyıq. 3 gün test müddətində uşaqda qusma, qaytarma, qarın ağrısı, sancılanma, səpmə, boğulma kimi əlamətlər varsa, bu əlamətlər həmin qidaya qarşı allergiyanın olduğunu göstərir. Amma məsələn bu şikayətlər yoxdursa uşaqda, deməli allergiya yoxdur. Yəni klinik test çox önəmlidir. Bundan başqa nəcisin xarakterinin dəyişməsi də bir qida allergiyası göstəricisi ola bilər. Nəcisdə seliyin görülməsi, qanın görülməsi qidaya qarşı allergiyanın bir göstəricisi ola bilər. Odur ki, əgər evladınızda qida allergiyasından şübhələnirsə, həmin qida qəbulundan sonra uşaqda əlamətlərə diqqət etməlisiniz. Bez bölgəsində səpmə, ağız ətrafında səpmə, dəridə quruluq, qızarıqlıq və qaşınmanın olması, uşaqda qusma, qida qəbulundan sonra ani qusmaların olması, səpki və gicitkən dalayar tərzdə köpəşmiş səpkilərin olması qidaya allergiya olduğunu göstərir ki, həmin qidanı uşağın rasionundan tamamilə çıxarmaq və bu haqda mütləq həkimə məlumat vermək lazımdır.